Deməli bax girirsən Akses Bankın saytına, burada belə şey var, kredit kalkulatoru da. Burada da nağd kredit, mikrokredit, nə bilim kiçik agro kredit, agro kredit sənə lazımdır. Avtomobil krediti. Başa düşdün? Sırası başı 5000-dən elə bir karısı başlayır. 10000 tutaq. 10000 də mən indi bilirəm sən nəyə qadirsən. 10000 tutaq ki 12 aylıq. Hə, burada bunu da dəyişə bilərsən ha. 24 aylıq 12 ay. 2 il 10.000 pul qaytaracaqsan. Ha? Yaxşı. 24 aylıq. Hesabla. Basırsan. Dın, ayda 503 manat 89 qəpik. Başa düşdün? Belə də ki, yəni opsiyalar çoxdur. O şimdi Akses Bank az, belədir saytları. Dostlar, biz başımız qarışıq idi bir balaca bağışlayın. Növbəti mampası başlayır. Akses Bankın sponsorluğu ilə. Eyni zamanda Caspian Mobile'ın sponsorluğu ilə. Yeni Sony Xperia Z ilə start veririk yeni mampasıya. Sizin verilişini hər dəfə Facebook vasitəsilə izləyirəm, like deyirəm sizin səhifəni. Yəni həmişə belə istəyirdim ki, Qabağınıza çıxar. qabağımıza, yox mən sizin qabağınıza çıxım. Ağlamda şükür. Amma bu cür sual gözləmirdim, gözləmirdim. Gözləyin görün nə suallar var qabaqda. Smartfon sahəsində Sony-dən ən yaxşı təcrübə. Sony-nin təqdim etdiyi Xperia Z qeyri-adi imkanları ilə sizi heyrətləndirəcək. Bircə seyirli toxunuşla həyatın hər bir anı gözünüz önündə canlanacaq. Hər bir cizgisinə dizayn ehtirası opmuş səthi hər şeyi əks etdirəcək qədər hamardır. Ruhunuza hakim olacaq elegantlıq. Onun tozdan və sudan qorxusu yoxdur. Smartfon tarixində ilk dəfə olaraq Xperia'da HDR video funksiyası istənilən işıqlanma şəraitində heyrətamiz görüntülər. Zaman öz axarında davam edir. Lakin biz Xperia'nın batareyasının nə zamanda olduğunu görmürük. HD smartfon üçün işlənilmiş heyran edici dəqiqlik. Xperia Z. Sony ən yaxşısını təqdim edir. Sizcə Azərbaycanda birinci maşın kimdə olub? İkinci maşın kimdə? Hə, yaxşı sualdır ya. Mən öz rayonumuzdan bilirəm ki, babamın da olub birinci maşın. Hansı rayon? İmişlidə. İmişlidə. Babanın adı nə? Dayandır. Dayandır kişi. Не знаю я. Не? Никто не приходит в голову? Bilmirəm. Не знаю, наверное, мой прадед, да. Почти. Это было где-то 100 лет тому назад. Ну да, где-то так. Они еще до, они на лошадках, да, там. Yəqin ki, Hacı Zeynalabdin Tağıyev olar. Не знаю. Şolasını çəkən kim olub? Hacı Zeynalabdin Tağızadə olub. Onda olub. Yox, onun vaxtı maşın olmayıb vəbşi. Nə bilim indi vaxtı özün. Çox gözəl dialoq idi, amma doğru cavab odur ki, həqiqətən Hacı Zeynalabdin Tağıyev. Adınız nədir? İzaquliyev Orxan. Orxan, adın tərsinə necə oxunur? Naxro. Natya. Ne mənası var ki? Soruşur, maraqlıdır. Məsəl üçün, Rəvan, Navər. Raylə daşır. Aylük. Ay, necə? Aylük. Adınızın tərsi necədir? Ahmet çok sevilen, çok övülen anlamı. Yox, tərsinə necə oxunur? Ahmet. Demha, Demha. demha, Demha. demha, Demha. demha. Я не знаю, я сейчас не смогу быстро подумать. Nicat, gəl bir yerə kirək. Tac, Nicat, tac. Tac, İn. Tacin. Adınızın tərsi necədir? Əyyüvlü. Nə yaxşı tez belə bilirsiniz. Əyyub necə? Əyyüvlü. Əyyublu. Soyadı da oxşayır. Ülviyə Əyyublu. Şərifov Seyid. Şərifov Seyid. Seyid adınız. Adınızın tərsi necədir? Tersi diyez. Yes. 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 Növbəti sual. Əgər gəminiz olsaydı, ona nə ad qoyardınız ki, batmasın? Bakı. Nəyə görə məhz Bakı? Çünki Bakı gündən-günə inkişaf eləyir. İnkişafa doğru gedir, dünyada birinci yerdədir. Anamın adını qoyardım. Qavçıq. Надежда. Titanik. Amma Titanic bildiyimiz qədərilə batmış gəmi. Titanic. Yəni Titanic bu hamının tanıdığı yeganə batmış gəmi var. Sən də onun adını öz gəminə niyə verirsən? Mənim fikrimcə bir daha batmaz, yəqin ki. Titanic 2 qoyarsan onda adını. Bəli. Gəncədə desim, bir dənə belə restoran var. Batmaz. Elə batma. Saytı da olardı bottom.az. Batmayan gəmi. Sən nə qoyar? Betmi? Niyə betmə? Nə bilim. Не тонущая лодка. Uçan mələk.
Mən öz böyüdüyüm küçənin adını qoyardım. Adı nədir ki? Saltan Əsgərova. Türkiyənin paytaxtı hansı şəhər? İstanbul. Ankara. İstanbul. Mənim üçün Türkiyənin paytaxtı İstanbuldur. Özünüz hardansınız Türkiyədə? Diyarbakır. Necə paytaxtdır? Siyasi paytaxt yoxsa iqtisadi? Atlasdakı paytaxtı. Ankaradır da. İqtisadi paytaxtı İstanbul kimi sayılır, amma belə Ankara. Bəs siyasi paytaxt? Siyasi paytaxt Ankara. 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 İstanbul. Ankara. Yox, Ankara. İstanbul yoxsa Ankara? Ankara. Ankara. Artıq onu Bəs sizin üçün Türkiyənin paytaxtı hansı şəhər? İstanbul. İstanbul. Bəli. Nəyə görə elə fikirləşirsiniz? Türkiye'nin en gelişmiş, en büyük şehri İstanbul'da. Ona göre Özünüz də ordansınız. Özümüz oradayım. Evet. Əslən, Korенnoy İstanbul. Bəli. Rus dilində ən sevdiyiniz söz hansıdır? Привет. Учиться. Пожалуйста. Любовь. Не знаю. Ты кто такой, давай досим. Красавский. Я задумался. Kanzılıqdamiye. Да, точно. Хорошо. А у тебя? Məndə deyil. Хорошо. Люблю. Кого любишь? Сначала люблю свою маму, папу, семью, а потом любовницу. Любовница kimdir? Ой, deyim mən. Əsəblərinizi necə sakitləşdirirsiniz? Sakit otaq, i qaranlıq, başqa heç nə. Televizora baxıram, kinoya baxıram. Kömək eləyir. Sonra çox əsəbləşsəz, Yatıram. Su içirəm, əsəblərimi sakitləşdirirəm. əgər çox əsəbləşsəz, 2 stəkan su içirəm. Çok əsəbləşəndə hamama girirəm də. siqara kömək olmadı amma. Hamama Neçə saat hamamda qalmaq sizi tam sakitləşdirər? Yarım saat, 40 dəqiqə zat yaxşı olar böyle. Suyun altına açıp böyle durmaq sadəcə. Baş aşağı. Baş aşağı belə. Aydın. Heç nəyə fikir vermirik. Yəni biraz pofigist oluruq. Pofigist. Kimin sözüdür o? O ruslardan gəlmə sözdür. Pofik. Müzik dinlərim yəni. Hansı musiqi sizi rahatlaşdırır? Arabesk beni rahatlatır. Arabesk müzik. Röya mahnılarını açıb dinləməyi sevirəm. Sakitləşməyə nə kömək eləyir? Tum tutduram. Kitab oxuyuram. Speed, skorost. Yəni ki, maşın sürürəm, limiti aşıram hərdən bir. Sizə taxı təhlükəlidir. Bilirəm, aqressiya nədəsə çıxmaq üçün, insandan çıxmaqdansa, Siz ən çox nədə çıxardırsınız? Sürətdə? prinsipdə. Eləməyin belə şey, təhlükəlidir. Nə üçün gedib oturub kino izlə baxıram, Hansı sakitləşdirirəm. kino sənin əsəblərini daha yaxşı sakitləşdirir? Əsasən mafiyozum da, bayavik kinolar. Məsələn, ağlayıram. Ağlayırsınız. Kömək eləyir. Eləyəndə eləyir. Yaxşı, keçin bu sualı görürəm, gözləriniz doldu. Təzəlikcən eşitdiyiniz bir şayə varmı? Yox. Конец света. Какого числа в этот раз? В этот раз 2014. Опять же, январь. Eşitmişəm ki, qonşumuz bu məsələdə gəlib çox şoka düşdü. Amma şayə olduğunu bildim. Ну, то, что Eminem в Baku приезжает. Xəzərdə buruğun söndürməsi var, şayə eşitdim. Nə eşitdin? Eşitdim ki, güya buruq söndürülüb. Sonra gördüm ki, yox, yanır. Bəli, bu şayədir. Bir müğənni ölüb. Eşitmişəm ki, Azərbaycan yerlərində metro çəkiləcək. Тут типа гей-парады, да, разрешают? Вот слух был, последний мой. Я так вижу, ты ждал эту новость. Зачем так гей-парады разрешают? Что? Не, я рад то, что не стали эти... Запрещать. Да. Ну, стали запрещать, как бы. Nəyə görə Çırıkın arenası dairəvi olur? Çirkin arenası da. Çünki orada heyvanlar ancaq qaçırlar ona görə. Dairəvi qaça bilirlər, kvadrat olsa qaça bilməz. Onda ilişirlər. Heyvanlar rahat qaça bilsin. Amma o cavabı verir. Bu heyvanlar başqa kvadratda ya da başqa bir formada olanda qaça bilməz. Yəqin elə rahatdır. Ya da gelirsiniz küncə dayanırsınız. Belki çaşır. Siz hardan bilirsiniz ki, heyvanlara rahat? Saxlamışıq da heyvanda. Gedir küncə çatır, dayanır, gedə bilmir. Bəlkə siz cavab verəsiniz buna, kömək eləyəsiniz. Sözünüzü heç mən də bilmirəm, amma çox maraqlıdır mənə görə. Nəyə görə ki, bütün sirklarda arena dairəvi formada. Yəni atraksiyonlar zətlər kvadrat mı bir yerdə alınmayacaq axı. Daha dairəvi bir yerdə daha rahat olurdu yəqin ki, onunla. Fillər yaxşı orada hərəkət edə bilsin. Həm də ki, dairə insanlar tərəfindən yaradılmış ən belə deyək, unikal bir form olduğuna görə onu yəqin seçiblər arxitektorlar. Birinci sirki quran adam deyəsən öyle qurubdu, o da öyle babadan qalıb. qalıbdı deyəsən.
Xəbərlər buraxılışımızı əla xəbərlə başlayırıq. Artıq kredit kartı əldə etmək üçün nə əmək haqqınızın olmasına, nə iş yerindən arayış təqdim etmənizə, nə də ki, kredit tarixçənizin olmasına ehtiyac yoxdur. Aksis Bank 40 günədək faizsiz ödəmə imkanı verən 10.000 ABŞ dollarınadək olan kartları müştərilərə pulsuz təqdim edəcək. Bu kartları əldə etmək üçün gəliri olan hər bir kəs müraciət edə bilər. Ətraflı məlumat almaq üçün Aksis Bankın istənilən filialına müraciət edin və ya Ulduz 0151 nömrəsinə zəng edin. Alo, salam, tanıdığın rubrikasındayıq. Bu dəfə görək tapacaqlarmı səsindən bizim dostumuzu, yoxsa yox. Həmişə olduğu kimi qaydalar həminkidir. Mənim nömrəmdən zəng edirik və əgər onu alo, salam, tanıdığın kəlmələrindən sonra tanısalar, hədiyyə qazanır Kaspian Mobile-da. Qardaş, adın nədir? Adım Ayaz Əhmədzadədir. Ayaz Əhmədzadə. Nə işlə məşğul olsan? Kimsən, nəçisən? Hal-hazırda tələbə idim. Ayrı bir işim yoxdur. Aydın. Mənim təklifim ondan ibarətdir ki, hal-hazırda mənim bu innovativ və super Sony Xperia Z telefonumdan sənin hər hansı bir tanış kimə zəng edək? Gəl anama zəng. Would you go to bed with me? Alo, salam tanıdım. Kimdir sizcə? Tanımadın, əminsən? Təqdim edəcəm. Ayaz idi. Ayaz, mən idim amma. Gör bu müsabiqənin nəsə sirri var. Nəsə sirri var. Təşəkkür edirik xanıma. Gör bu müsabiqənin nə sirri var ki, hətta mamalar öz uşaqlarının səsini tanımır. Amma bu başa düşüləndir. Müəyyən mənada, çünki həyəcandan dolayıdır. Yəni, hər halda sənin üçün balaca bir hədiyyəmiz var. Bu, ən azı ağzın şirin olsun deyə, mampası konfetləri. Təşəkkür edirik sənə. Uğurlar. Salamat qal. Mən isə dostlar sizə xatırlatmaq istəyirəm ki, tezəliklə Sony Xperia Z-dən sonra yeni Sony Xperia Z1 çıxdı. Z1 mobil telefon bazarında inqilab etmək üçün gəlib. 20 megapikselli kamera və ən ağlasığmaz tərəfi odur ki, 30 dəqiqə suyun altında çək ki çəkəsən, nə bilim, foto, video, hər şey yaradır və 30 dəqiqədən sonra hələ də suyun altında keçirdiyi vaxtdan sonra işləyirdi.